Salam, hər vaxtınız xeyir olsun. Mikroorqanizmlərin seleksiyası, biotexnologiya, bionika suallarının izahına baxırıq. 1. Ştam hansı orqanizmlərin seleksiyasından alınmışdır? Mikroorqanizmlərin seleksiyası nəticəsində ştamlar alınır. Hansı orqanizmlərin seleksiyası nəticəsində ştam alınır? Bir hüceyrəlilərin. Cinsi yolla çarpazlaşdırılması mümkün olmayan alma-albalı hibridinin alınmasında tətbiq olunan üsul hüceyrə mühəndisliyidir ki, hüceyrələrin birləşdirilməsi nəticəsində yeni hibridlər alınmış olur. Cinsi yolla çarpazlaşdırılması mümkün olmayan kartop-pomidor hibridinin alma-albalı hibridinin alınmasında tətbiq olunan üsul hüceyrə mühəndisliyidir. Cavabımız olacaq A variantı. Sentrifuqa cihazı vasitəsilə təbii ki, qan yüksək dərəcə ilə fırladılır və bu zaman hüceyrə orqanoidləri müxtəlif kütlələrinə görə müxtəlif formalarda çöküntülər əmələ gətirir ki, bu zaman hüceyrə orqanoidlərinin kimyəvi tərkibinə qədər tədqiq edə bilirlər. 6-cı sual. Təyyarə, pinset, ekskavatorun novçası hansı sinfin nümayəndələrindəki xüsusiyyətlərə əsasən hazırlanmışdır? Bu cavabımız quşlar olacaq. Aşağıdakı hansı transgen orqanizmin yaranmasının düzgün ardıcıllığıdır? Biz bilirik ki, lazım olan gen ayrılır, onun işini tənzimləyən sistemə yerləşdirilir, sonra hüceyrəyə, sonra isə onun genomuna yerləşdirilmiş olur. O zaman uyğun variantımız D variantıdır ki, arzu edilən gen çıxarılır, genin yeni gen sahəsinə yerləşdirilməsi, genin yeni orqanizmin hüceyrəsinə daxil edilməsi və yeni orqanizmin yetişdirilməsi, yəni D variantıdır. Fermenter nədir? Fermenter odur ki, biotexnoloji proseslərin getdiyi nəhəng qurğulara deyilir fermenterlər. Burada da müxtəlif dərman məhsulları, zulallar alınmasında istifadə olunur. Həmin bu nəhəng qurğulardan. Somatik hüceyrələrinin hibridləşməsindən hibrid hüceyrələr alınıbdır. Alma, albalı. Sonra bilirik ki, kartof-pomidor hibridinin alınmasında da hüceyrə mühəndisliyindən istifadə olunubdur. Somatik hüceyrələrin hibridləşməsi nəticəsində hibrid hüceyrələr və orqanizmlər alınmışdır. Kartof-pomidor cavabımız D variantıdır. Gen mühəndisliyinə aid olanı seçin. Biz bilirik ki, gen mühəndisliyində transgenez orqanizmlər yaradılmış olur. Bir genin korreksiya edilməsində istifadə olunmuş olur və yaxud da ki, bağırsaq çöpü bakteriyalarının genomuna xüsusi gen yeridilərək insulin, somatotropin kimi hormonların istehsalında istifadə edilir. Buna görə də cavabımız Y variantı daha uyğundur. Bağırsaq çöpü bakteriyasının genotipinə insulin sintezinə nəzarət edən genin daxil edilməsi gen mühəndisliyinə aid olanlardır. Sonra baxırıq ki, qoyunun tükünün qara rəng əlamətini bildirən genlər dominant, ağ rəng əlamətini bildirən genlər isə resessivdir. Deməli, qara dominantdır, ağ isə resessivdir. Bu genlər bir yerdə olduqda heyvanın tükünün rəngi qonur olur. Yəni, böyük ya, kiçik A olduqda bir yerdə qonur olur. Tükünün qıvrım rəngi böyük B-dir, yəni dominantdır. Tükünün kiçik B olduqda isə zərif tük əlaməti daşıyan genlər üzərində tam dominantlıq edir. Burada aralıq xarakter daşımır. Belə olduğu halda verilən əlamətlərə əsasən Dolly qoyun cinsinin fenotip və genotipini müəyyən edin. Biz bilirik ki, Dolly qoyun cinsinin fenotip və genotipi nüvəsi götürülmüş orqanizmin fenotip və genotipi ilə eyni olur. Dolly qoyun cinsinin alınması üsuluna diqqət etirsək görərik ki, bir qoyundan somatik hüceyrə götürülür, ikinci qoyundan yumurta hüceyrəsi götürülür. Yumurta hüceyrənin nüvəsi atılır və somatik hüceyrənin nüvəsi, yəni diploid xromosom dəstinə malik olan nüvə yerləşdirilir həmin yumurta hüceyrəsinin içərisinə və 2 xromosom dəstinə malik olan zigot yaranır. Bunun 2 dəfə uzunluğuna bölünməsi nəticəsində 4 blastomerdən ibarət və irsi xüsusiyyətlərinin hamısı nüvəsi götürülmüş somatik hüceyrənin orqanizminə oxşar, həm fenotipcə, həm genotipcə oxşar olan Dolly qoyun cinsi əmələ gəlmiş olur. Buradan nəticəni belə çıxarda bilərik ki, somatik nüvənin genotipi necə idi? Kiçik A, kiçik A, kiçik B şəklində idi və bu zaman şərtdə də verildiyi kimi kiçik A ağdır, kiçik B bir yerdə olduqda isə bu zərif tüklü deməkdir. Deməli, cavabımız Y variantı kiçik A, kiçik B, Dolly'nin fenotipi isə ağ, zərif olacaq.
Barbara McClintonun ilk dəfə xromosom xəritəsini tərtib etdiyi bitkinin müvafiq olaraq sortunu biz bilirik ki, Cənubi Amerika sortu idi və Vavilova görə mənşə mərkəzini müəyyən edin. Bu da Mərkəzi Amerika mərkəzinə aid olduğunu kəşf etmişdi. Cavabımız D variantı. Biotexnologiyanın qarşısında duran vəzifələrdən biri deyildir. Biotexnologiya bölməsinin ilk mövzusunda da verilmişdir ki, canlılarda qüsurlu əlamətlərin qarşısının alınması, bəzi yeni xüsusiyyətlərin qazanılması qarşıda duran vəzifələrdən ilki, itirilmiş toxuma və orqanların regenerasiya yolu ilə bərpası qarşıda duran vəzifələrdən ikincisi, yeni bitki heyvan növlərinin alınması. Heç burada bitki sortu heyvan cinsi belə yazmayıb, yəni növ yazıbdır. Növ də biz bilirik ki, təbiətdə təbii seçmə nəticəsində əgər mikrotəkamül nəticəsində yeni növ yaranacaqsa, yaranacaq. Yaranmayacaqsa, yəni təbii halda yaranan bir şeydir. Ona görə ümumiyyətlə C variantımız səhvdir. Növbəti biotexnologiya qarşısında duran növbəti bir vəzifə bitki və heyvanlarda məhsuldarlığın artırılmasıdır. Qocalığa səbəb olan genlərin nəzarət altına alınması və ya dəyişdirilməsi nəticəsində uzun ömürlüyün yaranmasıdır. Bəzi cihazların köməyi ilə orqanizmə zərər vurmadan bioloji prosesləri tədqiq etmək mümkündür. Şəkildəki cihazlarla onlara aid olan fikirləri uyğunlaşdırın. Şəkilə diqqət etdikdə birinci şəkildə görürük ki, ağciyərin filoqraf vasitəsilə ağciyərdə baş verən dəyişkənliklər rentgen şüaları vasitəsilə tədqiq olunur. C şəklinə baxdıqda görürük ki, beyinə bioceryanları nəticəsində elektroensefalografiya vasitəsilə beyində baş verən dəyişkənliklər müşahidə edilir. B-yə baxdıqda görürük ki, sentrifuqa cihazı vasitəsilə qanın tərkibindəki formalı elementlər öz çəkilərinə, ağırlıqlarına uyğun olaraq çökməsi baş verir və yüksək sürətlə fırladılmış olur. D-də isə KT, yəni kompüter texnologiyası, kompüter tomoqrafiyasından istifadə edilir. Variantları oxuyaq. Hüceyrə orqanoidlərinin quruluşu, hətta kimyəvi tərkibi tədqiq olunur. Gedəcək birinci B. İnsan orqanizminin hər hansı bir hissəsinin könlələn kəsiklərlə təsvirini almaq mümkündür. Kompüter tomoqrafiyası. 2D. Sinir sistemindəki patologiyaları aşkarlamaq üçün böyük yarımkürələr elektrodlar vasitəsilə qıcıqlandırılır, fəaliyyəti gücləndirilir və dəyişikliklər qeydə alınır. Bu elektroensefalografiyadır. 3C. Dördüncü isə ağciyərdə baş verən dəyişikliklər aşkar olunur. 4. A kimi qeyd edirik. 1B, 2D, 3C, 4 isə A olmaqla cavabımız B variantıdır. Uyğunluğu müəyyən edin. Hüceyrə, xromosom və gen mühəndisliyi. Bu üsulla cinsi yolla çarpazlaşdırılması mümkün olmayan bitkilərin hibridləri alınır. Bu hüceyrə mühəndisliyi idi ki, pomidor, kartof hüceyrələrinin hibridləri, sonra məsəl üçün limfosit və xərçəng hüceyrələrinin hibridi, alma, albalı hüceyrələrinin hibridi alınmış olur. Bu üsulla homoloji xromosomlardan biri ya da hər ikisi dəyişdirilməklə xəstəliklərə əlverişsiz mühitə dözümlü yeni sortlar alınır ki, bu xromosom mühəndisliyidir. Bu üsulda bakteriyalarda olan xromosomlardan kənar kiçik halqa şəkilli dentilərdən, plazmidlərdən istifadə olunur ki, bu da gen mühəndisliyidir. Yəni 1A, 2B, 3C. Baxırıq cavabımız B variantı. Transgenez nədir? Transgenez bir növə aid genin başqa bir növün genomuna köçürülməsi prosesidir. Hansı transgenez üsulu ilə əldə edilə bilər? Fərqli növdən olan genin orqanizmə daxil edilməsi ilə yeni xüsusiyyət yaradılması, məsəl üçün, qaraciyər hüceyrəsində biz bilirik ki, normalda C vitamini sintez edən gen yoxdur. Amma ora xüsusi C vitamini sintezində iştirak edən gen yerləşdirilməklə buna nail olmağa çalışırlar. Tədqiqatçı böcək zəhərinə davamlı pomidor növü yaratmaq istəyir. Onun istifadə etdiyi hansı üsul daha səmərəlidir? Təbii ki, transgenez üsul. Mikroorqanizmlərin seleksiyası zamanı yeni ştamlar əldə etmək üçün irsi dəyişkənliyin tezliyi necə artırılır?
Dərsliyimizdə də qeyd olunduğu kimi mikroorqanizmlərin tezliyi rentgen şüaları və xüsusi kimyəvi maddələrdən istifadə etməklə dəfələrlə artırılır. Meymunlarda klonlaşdırma apararkən hansı hüceyrələrin nüvələrindəki irsi materialı hansı hüceyrəyə köçürülür? Biz bilirik ki, meymunlardan ziqot yaranırdı və ziqotun mitoz yolla bölünməsi nəticəsində 2, 4 və 8 blastomer alındıqdan sonra blastomerlərin nüvələri digər meymunun somatik hüceyrəsinin nüvələri ilə əvəz olunurdu. Kerry Mullis hansı işinə görə Nobel mükafatına layiq görülmüşdür? Deməli, halqa şəkilli DNT-nin hissələrinin dəfələrlə artırılmasına görə almışdır. Cavab variantlarımızı diqqət yetirdikdə DNT molekulunun müəyyən sahəsinin artırmışdır. Buna əsasən Nobel mükafatına layiq görülmüşdür. Hipofiz vəzni boy hormonunun sənayedə alınmasında hansı canlıdan istifadə olunur? Somatotropindir, insulindir, interferondur. Bunlar bağırsaq çöpü bakteriyalarının genomuna yeridilməklə həmin genlər və bu zülalların sintezinə sənayedə nail olmağa çalışıblar. Südlük qara malı, bakteriyalar və maya göbələklərdən alınmış zülallar əlavə edilmiş yemlə qidalandırdıqda, təbii ki, onların qida dəyəri artdığına görə daha da çox süd verməyə başlayacaqlar. Bu da biotexnologiyanın qarşısına qoyduğu nailiyyətlərdən biridir. Sonra 25. 1. Xırda buynuzlu qaramalın klonlaşdırılması prosesində 3 fərd iştirak edir. Bunlardan biri klonu balalığında böyüdür. Balalıq varsa bu mütləq ki, dişidir. Erkək olmayacaq ki, balalıq dişilərdə olur. Digərindən isə somatik hüceyrə nüvəsi götürülüb. Baxın, somatik hüceyrə nüvəsi deyir. Somatik hüceyrə nüvəsi bilirik ki, 2N-dir və bunun cinsiyyət xromosomunun XX və XY olması haqqında heç bir məlumat yoxdur. Sonra klonla birlikdə və yumurta hüceyrə alınır. Yumurta hüceyrə. Yumurta hüceyrə alınırsa, yumurta hüceyrə onsuz da dişiyə məxsusdur. Burada dişi yazıram. Klon biz bilirik ki, bütün irsi xüsusiyyətləri somatik hüceyrəni götürdüyümüz orqanizmlə eyni olur. Ona görə də əgər biz somatik hüceyrə nüvəsini götürəndə orada cinsiyyət xromosom XX-dirsə, deməli klon da XX-dir. Yox, cinsiyyət xromosom XY-dirsə, deməli o da XY-dir. Yəni bu dişidirsə, bu da dişidir, bu erkəkdirsə, bu da erkəkdir. Ona görə də klonla somatik nüvəsi götürülmüş qoyun da dişidirsə, 4 dənə dişi ola bilər. Yox, somatik nüvəsi götürmüş canlı erkəkdirsə, deməli %100 klon da erkəkdir. Ona görə də 2 dişi və 2 erkək olaraq qeyd edirik. Cavabımız 3, 4 Y variantıdır. Cədvələ əsasən düzgün olanı müəyyən edin. Bitki seleksiyası, heyvan seleksiyası və uzaq hibridləşmənin seleksiyası ilə məşğul olan alimlər. Baxın, bitki seleksiyasında uzaq hibridləşdirmə Karpachenkodur. Kirpiçnikov heyvan seçsindir. İvanov növdaxili çarpazlaşma nəticəsində yaranan Askaniya ramboliyesi. Sonra ağ step donuzları, yəni uzaq hibridləşməyə aid deyildir. Lusis və Butarin burada aid deyil. Arxarmerinosu almışdırlar onlar. Xaçinov da deməli heyvan bir dəqiqə heyvan seleksiyası verildiyinə görə burada deməli Lusisi götürürük. Çünki bayaq dediyimiz kimi Arxarmerinosun seleksiyasına məşğul olmuşdur. Xaçinov qarğıdalıdır, bitkidir. Heyvan seleksiyası olmadığına görə atırıq. 1, 3, 5 doğru olacaq. Sənayedə gen mühəndisliyi üsulu ilə bağırsaq çöplərindən hansı maddələr alınır? Bayaq da söylədiyimiz kimi interferon, somatotropin və insulin alınmışdır. Yəni 1, 3 və 5. Seleksiyanın klassik üsullarına aid deyildir. Aid olanları yazıram. Hibridləşmə, mutagenez, poliplodiya aiddirlər. Amma transgenezdir, toxuma kulturasıdır, polimeraza zəncir reaksiyalarıdır. Bunlar aid deyildir. Doğru kəsişmələri müəyyən edin. Deməli, biotexnologiyanın qarşısında duran vəzifələr. 1. Transgenin orqanizmlərin alınması. Çarpazlaşdırma yolu ilə daha dözümlü hibridlərin alınması bu seleksiyaya aiddir. Xəstə genlərin sağlam genlərlə əvəz edilməsi
korreksiya edilməsi biotexnologiyanın qarşısında duran vəzifə kimi ilk mövzuda verilmişdir. Bölmənin ilk mövzusunda. Daha çox antibiotik istehsal edən ştamların alınması, ümumiyyətlə ştam alınması seleksiyada da var. Toxuma və orqanların bərpası isə biotexnologiyanın qarşısında duran vəzifələrdən biri kimi bölmənin ilk mövzusunda da verilmişdir. 1, 3 və 5. Şəkildə verilən təcrübədə X, Y və Z üçün doğru ifadəni müəyyən edin. Baxırıq ki, X ayrılmış DNT-dir, Y ayrılmış gendir, Z isə artıq belə deyək də ziqota köçürülür, artıq ziqota köçürüləcək. X monomerlərindən biri timin nukleotididir. DNT olduğuna görə biz də bilirik ki, timin nukleotidi DNT-nin monomeridir. Y urasil azot əsasına rast gəlinmir fikri də doğrudur. Z hüceyrəsində genlər arasında mübadilə prosesi getmir. Z hüceyrənin geni modifikasiya olunur fikri doğrudur. GMO, yəni onun genindən oynanılmışdır, modifikasiya olunmuşdur. X bütün monomerləri translyasiya prosesində iştirak edir. Translyasiya nədir? Məlumat RNT-nin ribosoma məlumatı gətirməsi nəticəsində nəqliyyat RNT-lərinin amin turşusu daşıyaraq zəncirə birləşdirməsi hesabına zülalın sintezidir. Gördüyünüz kimi burada DNT-nin heç bir rolundan söhbət getmədi. Ona görə də doğru cavabımız 1, 2, 4-dür. Dollinin alınmasını əks etdirən sxem üçün doğru olanları müəyyən edin. Şəklə baxdıqda görürük ki, A somatik hüceyrəsi götürülür və onun bilirik ki, xromosom dəsti diploiddir və nüvəsi ayrılır. Yumurta hüceyrənin xromosom dəsti N-dir və nüvəsi atılır və nüvə yerləşdirilir somatik hüceyrənin nüvəsi boş yumurta hüceyrəsinin içərisinə. Bu zaman C hüceyrəsi də somatik hüceyrənin nüvəsi götürülmüş orqanizmin irsi xüsusiyyətini daşıyır. Həmçinin D də. Çünki baxın uşaqlar, somatik hüceyrənin nüvəsi götürüldü, C hüceyrəsindən sonra da rüşeym alındı. Bunların irsiyyətinin bir-birindən yəni eynidirlər, kopyadırlar. Və bundan alınan dollinin də irsiyyəti eyni olacaq. Rüşeym də əlbəttə ki, çeyin xromosom dəstinə malik olacaq. Baxırıq, B hüceyrəsi haploiddir. Fikir doğrudur. A hüceyrəsi diploiddir. Doğrudur. C hüceyrəsi haploid ola bilməz. Çünki C hüceyrəsinə diploid A hüceyrəsindəki nüvə gətirilib, qoyuldu. D rüşeymin genetik xüsusiyyətləri B hüceyrəsi ilə eynidir. D-yə baxıram, bir də B-yə baxıram. B-də biz nüvəni atdıq. Onun irsiyyəti yox oldu. Necə D ondan oxşar olsun, ona görə 4 səhvdir. Bu prosesdə iştirak edən bütün hüceyrələrdə istənilən halda Y cinsi xromosomlara rast gəlmək olar. Bu fikir yanlışdır. İstənilən halda Y cinsiyyət xromosomuna rast gəlmək olmur. Cavabımız olacaq 1 və 2. Cədvəldə verilən məlumatlara əsasən klonlaşdırmanın 3 il sonra klonun bioloji yaşı neçə olacaq? Biz bilirik ki, klon, məsələn, Dolly'də də bunu gördük ki, Dolly somatik hüceyrəsinin nüvəsini götürdüyü qoyuna oxşuyur. Fenotipi də, genotipi də. Onun yaşı neçədirsə 6, üstünə 3 gələrik, olar 9. Meymunların klonlaşdırılması zamanı biz bilirik ki, ziqot alınırdı. 2 dəfə uzununa 2, 4, sonra eninə bölünməklə 8 dənə blastomer alınırdı. İlk eninə bölünmədən yaranan blastomerlərin nüvələri çıxarılır. Nüvələri çıxmış bu blastomerlərə klonlaşdırılacaq fərddən neçə nüvə lazım olacaq? Cavabımız elə 8-dir. Kerry Mullis, Barbara McClintock, Ingo Patricus. Nərgiz bitkisindən alınan genləri çəltik bitkisinə köçürmüşdür. Deməli, burada Ingo Patricus idi ki, nərgiz bitkisində beta-karotin sintezində iştirak edən geni düyü bitkisinə köçürtmüş və onda beta-karotin sintezi olmağa başlamış, düyünün keyfiyyəti yüksəlmiş və qızılı düyü adı verilmişdir. İlk dəfə qarğıdalı bitkisinin xromosom xəritəsini tərtib etmiş Barbara McClintock. Qızılı düyü almış Ingo Patricus. Polimerazda zəncir reaksiyasını işləyib hazırlamışdır Kerry Mullis. Cənubi Amerika qarğıdalı sortlarının üzərində tədqiqat işləri aparmışdır. Təbii ki, bu da Barbara McClintock olacaq. 1D, 2B'yi, 3AC. Böyüməni təmin edən somatotropin hormonunun istehsalında bakteriyalardan istifadə olunur. Prosesin aparılma ardıcıllığını müəyyən edin.
Biz bilirik ki, gen mühəndisliyində qeyd olunmuşdur ki, lazım olan gen alınır, onun işini tənzimləyən gen sisteminə, sahəsinə yerləşdirilir, sonra hüceyrəyə, sonra isə hüceyrənin genomuna yeridilir. Və cavab variantlarına baxırıq. 1. Somatotropinin sintezləyən gen bakteriyanın gen sisteminin xüsusi sahəsinə yerləşdirilir. Bunu qeyd edirəm, amma bu birinci ola bilməz. Bakteriya və insan DNT-si ayrılır və əldə edilir. Bəli, birincisi 2 olar. Çünki bakteriya və insan DNT-si ayrılır və əldə edilir. Burada gördüyünüz kimi də DNT ayrılmışdır. Məsəl üçün göstərə bilərik insan DNT-si. Sonra insan DNT-sindən somatotropin sintez edən genlər ayrılır. Baxın, burada da gen ayrılmışdı. Ona görə də 3-ü qeyd edərəm. Sonra somatotropin sintezləyən gen bakteriyanın gen sisteminin xüsusi sahəsinə yerləşdirilir. 1. Sonra 5 gələ somatotropin sintezləyən gen yerləşdirilmiş xüsusi sahə bakteriya genomuna daxil edilir. Və sona qaldı 4. Artıq həmin bakteriyalar qidalı mühitdə yerləşdirilir. Deməli, cavab variantlarımız 2, 3, 1, 5, 4. Yenə dediyimiz kimi, gen mühəndisliyində də qeyd olunmuşdur ki, lazım olan gen ayrılır. Onun işini tənzimləyən gen sahəsinə yerləşdirilir. Sonra hüceyrəyə, sonra isə hüceyrənin genomuna yerləşdirilir. Ondan sonra da həmin bakteriyalar əlbəttə ki, qidalı mühitdə yerləşdiriləcək ki, çoxaldılsın.